Salam əziz şagirdlər. Bugünkü dərsimizdə biz Hilal kurslarının keçirdiyi mövzu sınaq imtahanı 5-in tarix suallarının cavablarının izahına həsr edəcəyik. İnşallah 76-cı sualdan başlamaq istəyirəm. Deməli, burada sual Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə baş vermiş hadisəsini müəyyən etmək lazımdır. Deməli, burada baxırıq. Burada cavab D cavabıdır. Bəli, Qarabağ üzərində hakimiyyəti bərpa etməsi. Çünki bilirsiniz ki, 1920-ci ilin martında ermənilər qiyam qaldırırlar Qarabağda. Sonra və bu qiyam nəticəsində Azərbaycan ərazi bütövlüyü pozulur və ona görə də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun böyük bir hissəsi Qarabağa yönləndirilir və sonra orada Əsgəran döyüşü baş verir və digər döyüşlər də var. Kitabımızda Əsgəran döyüşü yazılıb və nəticədə də ordumuz qalib gəlir və erməni daşnaq quldurlarına qarşı mübarizə uğurla nəticələnir və Qarabağda deməli AXC-nin hakimiyyəti bərpa edilir. Davam eləyək. 77-ci sual. Qarabağ xanlığı və ilə Quba xanlığına aid oxşar cəhət bir digər Azərbaycan xanlığına tabe etməsi. C cavabı. Hər iki xanlığımız bilirsiniz ki, birləşdirmə siyasəti yürüdüb. Ona görə də bir və ya bir neçə xanlığı özünə tabe eləyib. Ona görə də cavab burada C-dir. Digər cavabları təhlil eləmək istəsək, Kür çayından şimalda yaranıb Quba xanlığı, Qarabağ Kürdən cənubdadır. Ona görə birinə aid, birinə yox. Əfşarlar dövlətli hərbi yürüşünə məruz qalmaq, deməli, elə bir şey yoxdur. Çünki bunlar Əfşarlar dövlətinin dağılmasından sonra yaranıb. Carbalakan cəmaatı ilə həmsərhəd olmaq nə Qarabağ, nə də Quba həmsərhəd olmayıb və 19-cu əsrin ortalarında Çar Rusiyası tərəfindən hakimiyyətinə son qoyulmaq ortalarında yox, artıq 19-cu əsrin əvvəllərində bütün şimal xanlıqlarımız Rusiya tərəfindən işğal edilmişdir. 77-ci suala baxırıq. Albaniyanın paytaxtı Qəbələ və Bərdə olduğu dövrlərə aid hadisələri müəyyən etmək lazımdır. Deməli, 5-ci əsrə qədər Qəbələ olub paytaxt, 5-ci əsrdən sonra Bərdə olub. Deməli, baxırıq, burada Qəbələyə aid hər ikisini götürə bilərik. Qəbələ dövründə, paytaxt Qəbələ olan dövrdə haqqında həm Yunan müəllifləri məlumat verib, həm də Romalıların hücumuna məruz qalıb. Bərdə hissəsində isə biz bilirik ki, 7-ci əsrdə Xəzərlərlə xilafət arasında müharibə meydanına çevrilib Azərbaycanın şimal torpaqları. Onda da o dövrdə də təbii ki, şimalda Albaniya olduğuna görə bunu götürmək lazımdır. Ona görə cavab burada olur 1AB, 2A, yəni C cavabı. Davam edirik. 79-cu sual. 79-cu sual. Deməli, xəritədə verilmiş dövlətlə bağlı, onun Azərbaycanla bağlı siyasətini müəyyən edin. Bu işarələnmiş ərazi Rusiyanın ərazisidir. Deməli, Rusiyadan gedir söhbət. 18-ci əsrin birinci yarısında və 19-cu əsrin birinci yarısında. 18-ci əsrin birinci yarısında xanlıqları tutaraq müstəqinə son verməsi yanlış ifadədir. Bu 19-cu əsrin birinci yarısına aiddir. Ərazilərini tutaraq digər şərq ölkələrinə çatmaq istəyirdi, bəli. Səfəvi dövlətinin bir hissəsini işğal etmişdi, bəli, 1-ci Pyotrun dövründə. Sonra onu Nadir xan geri qaytardı. Nadir xanın fəaliyyəti nəticəsində geri qaytarıldı. 19-cu əsrin birinci yarısında 1-ci Pyotrun başlatdığı xanlıqları işğal etmək planı. 1-ci Pyotrun dövründə xanlıqlar yox idi, ona görə bu cavab olmaz. Ərazisinə kütləvi şəkildə erməni ailələrinin köçürülməsi, bəli, bu olar. Və Qacarlar dövlətinin süquta uğradılması, bu da yanlışdır təbii ki. Ona görə 1B, 2B, yəni A cavabı doğru cavabdır. 80-ci suala baxaq. Uyğunluq gözlənilmişdir.
Çıraqqala yerləşir Şamaxıda, xeyr Şabranda. Qəbələ Kür-Laras arasında yox, Kürdən şimalda yerləşir. Qız qalası inşa edilib indiki İsmail arasında, bəli. Bu doğru cavabdır. Bilirik ki, Bakıdan başqa bir neçə rayonlarımızın ərazisində də qız qalaları var. O cümlədən İsmaili və Yardımlı ərazisində də qız qalası adlı abidələrimiz yerləşir. Eradan əvvəl 1-ci minilliyin sonlarında artıq Manna yox idi, ona görə də olmaz. Yəni paytaxt olaraq İzirti yox idi artıq. Çünki Manna eramızdan əvvəl 1-ci minilliyin ortalarında artıq süqut etmişdi. Atropatena dövləti yaranmışdı. İskəndərə qarşı üsyan nəticəsində yanlışdı təbii ki, bu da. Olmaz. Ona görə də C cavabı doğru cavabdır. 81-ci suala baxırıq. Hadisə nəticə əlaqələrin pozulduğu bəndi tapmaq istəyir bizdən. Burada doğru cavab D-dir. Həmən müəyyən etmək olar. Çünki burada yazır ki, metaldan əmək alətlərinin hazırlanması nəticəsində istehsal təsərrüfatı yarandı, yanlışdır. Çünki ilk metal misdir. Mis daş dövrünün sonlarında kəşf edilib. Artıq biz bilirik ki, istehsal təsərrüfatı bundan əvvəl var idi. Yəni maldarlıq və əkinçilik yaranandan sonra artıq istehsal təsərrüfatı yaranmışdı. Dolayısıyla bu da hardasa daş dövrünün ortaları eləyir. Ona görə də burada hadisə nəticə əlaqələri düzgün verilməyib. Doğru cavab D olur. 82-ci suala gəlirik. Böyük Səlcuq dövləti ilə Səfəvi dövlətinə aid hansı oxşar cəhət Ağqoyunlu dövlətindən fərqləndirir? Bu cavab B-dir. Belə ki, həm Səlcuqlu dövlətin, həm də Səfəvi dövlətinin paytaxtı İsfahan olub, Ağqoyunluda isə Təbriz olub. Ona görə də bunu götürmək lazımdır. 83-cü sual Əfşarlar dövlətinə aid sualdır. Paytaxtı Məşhəd şəhəri olub, Qərbdə Osmanlı ilə həmsərhəd olub. Üçüncünü də biz tapmalıyıq. Hindistan bu dövlətin tərkibinə daxil edilməyib. Hindistanda mövcud olan sadəcə bir dövlət var, Böyük Moğol dövləti. O asılı hala salınıb, amma Hindistan təbii ki, bütöv şəkildə Əfşarların dövlətin tərkibinə daxil edilmədiyi üçün biz bunu götürə bilmərik. Xəzər dənizində ticarət donanması Əfşarlardan əvvəl də var idi. Hərbi donanma olsaydı, bəli, amma burada ticarət yazıb. Əhalinin bütün borcları azad edilməyib, vergilərdən, 3 illik vergilərdən azad edilib, qarışdırmamaq lazımdır. Əsası Araz çayının cənubda yox, şimalda qoyulub. Məmur özbaşınalığına qarşı mübarizə aparılıb, bəli. Bəzi vəzifələri ləğv etdiyi bilirsiniz onun. Sonra və yaxud da ki, öz deməli, vilayət hakimlərinin yanına öz etibar etdiyi, güvəndiyi şəxsləri vəkil olaraq qoyurdu. Məsələn, Məlik Nəcəfin yanına Hacı Çələbini vəkil təyin etdiyini bilirsiniz. Bunun hamısı onu göstərir ki, Nadir Şah hakimiyyətə gələndən sonra məmur özbaşınalığına qarşı mübarizə aparıb. 84-cü suala baxırıq. İkinci Dünya müharibəsi ilə bağlı sualdır. Həzəslanovun fəaliyyəti ilə bağlı verilmiş sxemə uyğun cavab müəyyən etmək lazımdır. 2 dəfə Sovet İttifaqı qəhrəmanı, Aslanov nalı taktikası. Üçüncünü də tapmalıyıq. Aslanova aid olsun. Düşməni irəliyə doğru çəkən sürətli manevrlər edərək düşməni cinahlardan zərbə endirilməsi. Burada cavab D-dir. İlk dəfə Sovet İttifaqı qəhrəmanı bilirik ki, İsrafildir. Sovet tanklarının keyfiyyətinə görə, keyfiyyətinin Həzəslanovla əlaqəsi yoxdur. Çünki Həzəslanov hərbçidir. Tankın istehsalı ilə məşğul olan bir alim falan deyil. Olmaz. Alman faşistlərinin Azərbaycana Alman faşistləri Azərbaycandan qovula bilməz. Çünki Azərbaycan faşist işğalına məruz qalmayıb. Milli Azərbaycan diviziyalarının təşkil nəticəsində müharibəyə qatılması xeyr. Elə bir şey də yoxdur. Çünki milli diviziyalarda olmayıb Həzəslanov. Və bunu da çıxırıq. D cavabı doğru cavab. 85-ci sual Azərbaycan SSR 20-ci əsrin 20-30-cu illərinə aiddir. Xalq Cümhuriyyəti ilə Azərbaycan SSR eyni anda mövcud ola bilməz.
xüsusi mülkiyyətin qorunması yanlışdır. Tam tərsinə xüsusi mülkiyyətə qarşı idi Azərbaycan SSR. Məscidlər bağlanılırdı, bəli, və bütün xarici ticarəti Moskva nəzarətinə keçmişdi, o da doğrudur. Azərbaycan dilinin istifadəsi qadağan edilə bilməz, bu da yanlışdır. Ona görə 3-4 deyir, C cavabı doğru cavabdır. 86-cı suala baxırıq. Venn diaqramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü ilə Bakı dövrünü müqayisəsini istəyir. Osmanlı dövləti ilə saziş imzalayaraq hərbi yardım alması bu Tiflis dövrünə aiddir. Ərazi bütövlüyünə mübarizə aparmaq oxşarlıqdır. Bakı uğrunda həlak olan türk hərbiçilərin xatirəsinə şəhidlər xiyabanında abidə ucaldılması bu müasir dövrdə, hal-hazırda yaşadığımız dövrdə baş vermiş hadisədir. Olmaz. Mart soyqırımı zamanı da Cumhuriyyətimiz olmadığına görə bu ikisini çıxırıq. Qarabağ üzərində hakimiyyətin bərpa edilməsi də Bakı dövrüdür, 1920-ci il, bayaq da dedik. Ona görə də olur 1A, 2Y, 3B, yəni A cavabı doğru cavabdır. 87-ci suala baxırıq. Deməli, 2-ci Dünya müharibəsi illərində Azərbaycanda baş vermişdi. Azərbaycanda baş verməsi lazımdır və belə 2-ci Dünya müharibəsi illərində olması lazımdır. Burada cavab C-dir. İqtisadiyyatın cəbhə şərtlərinə uyğunlaşdırılması. Çünki digər hadisələr 2-ci Dünya müharibəsində olsa da diqqətli olmaq lazımdır. Bunların heç biri Azərbaycanda baş verməyib. Ona görə cavab C-dir. 88-ci sual mətn sualıdır. Mətndə bəhs edilən dövlət Ağqoyunlu dövlətidir. Səfəvi dövlətini Əfşarlar imperiyasından fərqləndirən cəhəti müəyyən edin. Burada cavab təbii ki, Y-dir. Çünki, üzr istəyirəm, burada cavab D-dir. Çünki Təbrizdə hakimiyyətə gələndən sonra Təbrizdə hər iki dövlətimiz hakimiyyət uğrunda mübarizə aparıb. Yəni, burada da deyildiyi kimi fikir versiz ifadədə də yazılır ki, Təbrizə can atmış, yalnız Təbrizə hakim olduqdan sonra böyük dövlətə çevrilə bilmişdilər. Bəli, bu xüsusiyyətlər həm Ağqoyunluya, həm Səfəviyə aiddir, amma Əfşarlarda belə bir şey yoxdur. Ona görə fərqləndirir. 87 olur D. 89-cu suala gəlirik. 2-ci Dünya müharibəsi illərində baş vermiş hansı hadisə daha əvvəl olmuşdu? Və biz bilirik ki, 2-ci Dünya müharibəsi Almaniyanın Polşa üzərinə hücumu ilə başlayır və bundan ötürü Almaniyada faşistlər hakimiyyətə gəlməlidir. Və kitabdan da bilirik ki, Almaniyadan əvvəl faşistlər ilk dəfə İtaliyada hakimiyyətə gəlib. Ona görə də biz A-nı çıxırıq. Bu müharibə illərində baş verməyib bu hadisə. Digər hadisələr müharibə illərində baş verib və onlara görə də bunların içərisində ən birinci biz B-ni götürməliyik. Almaniya bir sıra Qərbi Avropa torpaqlarını, məsələn, Fransanı işğal etməlidir. Ondan sonra Sovet İttifaqına hücum etməlidir və ondan sonra da orada artıq digər bu hadisələr, C-D hadisələri baş verməlidir. Ona görə də müharibə illərində baş verən ilk hadisə B-də yazılmış hadisədir. 90-cı sual verilmiş əsrlərə aid uyğunluğu müəyyən etmək lazımdır. 16, 18, 19 və 20-ci əsrlər qeyd olunub. Deməli, birincidə deyir ki, 1-2 Azərbaycan torpaqları uğrunda Səfəvilər Osmanlılar arasında mübarizənin aparılması. Bəli, bu doğru cavabdır. Niyə? Çünki həm 16-cı əsrdə, həm 18-ci əsrdə Səfəvilər Osmanlılarla mübarizə aparıb. 2 yanlışdır. Çünki burada deyir, Rusiya Qacar arasında müharibə meydanına çevrilmək 19-da aparılsa da 18-də aparılmayıb, ona görə olmaz. Xarici müdaxilə nəticəsində Azərbaycanın müstəqil dövlətçiliyə son qoyulması, bu da doğrudur. Çünki 19-cu əsrdə xanlıqlarımız Rusiyanın, Çar Rusiyasının müdaxiləsi nəticəsində öz müstəqil dövlətçiliyi, yəni müstəqilliklərini itirib. Dolayısıyla Azərbaycanın müstəqil dövlətçiliyinə son qoyulub. Bir də 20-ci əsrdə də Sovet Rusiyası AXC-ni süquta uğradaraq dövlətçiliyimizə yox, amma müstəqil dövlətçiliyimizə son qoymuşdu demək olar. Ona görə 1-3, yəni B cavabı doğru cavabdır. Bunlar da yanlışdır. Çünki Azərbaycanda olan dövlətlərin yerli hökmdarlar tərəfindən idarə edilməsi
4 görürsüz burada 20-ci əsr deyir. 20-ci əsrdə artıq hökmdar yoxdur, respublikalarımız olub. 5-də isə bütün torpaqlarımız uzun müddət vahid dövlət halını birləşdirən yeni dövlətlərin yaranması. Biz bilirik ki, 16-cı əsrdə bəli bu Səfəvilərə aid olsa da, 18-ci əsrdə yaranan Əfşarlar dövləti və ya xanlıqlar yeni dövlət olaraq görsənsələr də uzun müddət Azərbaycanı birləşdirməyiblər. Ona görə bu da yanlış olur. 91-ci suala baxırıq. Azərbaycan Respublikasının prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan müharibədə işğaldan azad edilmişdi. Qarabağ torpaqları və təbii ki, onun mərkəzi olan, ürəyi sayılan Şuşa. Ona görə 2-ni götürürük B cavabı. Bu uşaqlar bizim deməli 16-cı mövzumuza baxsanız, xanlıqlar mövzusuna baxsanız, orada görəcəksiniz ki, Qarabağ xanlığından verilən məlumatların son hissəsinə görsəz, orada bu cümlə qeyd olunub və ona görə biz bilməliyik bunu. 44 günlük müharibə nəticəsində azad olunan torpaqlarımız zaten bu iki ilə işarələnmiş bu hissədədir. Ona görə də bunu daha bilmiş oldunuz. 92-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan SSR-nin oxşar cəhəti hesab edilə bilməz. Ermənilərin işğalçılıq siyasətinə qarşı ikisi də mübarizə aparıb. Sovet Rusiyası ilə ikisi də həmsərhəd olub. İkisi də respublika sayılırdı. İkisi də 20-ci əsrin 20-ci illərdə mövcud olub. D cavabı fərqdir. Bəli, AXC Rusiya imperiyasının dağılması nəticəsində yaransa da, Azərbaycan SSR dövründə təbii ki, belə bir şey yox idi. Bu fərqdir. 93-cü suala baxırıq. Eldənizlər Dövlət Sacıoğlu dövlətindən fərqli olaraq deməli fərq istəyir. Böyük imperiyaların parçalanması nəticəsində yaranmaq oxşarlıqdır. Oğuz türklərinin qurduğu dövlət idi. Eldənizlər Oğuz türkləri tərəfindən qurulmayıb. Oğuz türklərin qurduğu dövlət olması maraqlıdır bu cavab deməli. Biz də Eldənizlərin fərqini istəyirik. Eldənizlər Oğuz türkləri deyil. Eldəniz Qıpçaq türküdür. Sacıoğlu, ona görə də o fərq olmur. Fərq ola bilməz. Dərbəndi hakimiyyəti altında salmaq ikisinə də aiddir. Fərq olmur, oxşarlıq olur. Cavab D-dir. Niyə? Çünki cənubda Əldənizlər İran körfəzinə qədər olsa da, Sacıoğullar Zəncan və Həmədana qədər uzanıb onların sərhədləri. Şirvanşahları bir müddət asılı hala salmaq ikisində də var. Bu da oxşarlıqdır. Bir daha deyirəm, Eldənizlərin fərqi İran körfəzinə qədər uzanmaq olmasıdır. Cavab D. 94-cü suala baxırıq. 2-ci Dünya müharibəsinə aid deyil. Deməli, burada cavab Y-dir. Niyə? Çünki Azərbaycanda keyfiyyətli neft istehsalının əsası müharibə illərində yox, müharibədən əvvəl də Azərbaycanda keyfiyyətli neft istehsal edilib, məntiqlə tapmaq lazım idi. Digər ifadələr hamısı müharibə illərində baş vermiş hadisələrdir. Gəlirik 95-ə. Azərbaycan SSR 1940-cı illərinə aid deyil. 40-cı illərinə aid deyil. Cavab A-dır. Bəli, ölkə ərazisi faşist işğalından təmizlənə bilməz. Çünki zaten Azərbaycan faşist işğalına məruz qalmamışdı. Azərbaycan ön cəbhə sayılmırdı. Digər ifadələr 40-cı illərə aiddir. Bəli, neft istehsalı artırılması üçün tədbirlər görülüb. Alimlərimiz elmi kəşflər edib. Milli diviziyalar yaradılıb. Quruculuq, abadlıq işləri aparılıb. Məsələn, Mingəçevirdə su elektrik stansiyasını da burada nəzərdə tutmaq olar. Ona görə də o da 40-cı illər olduğuna görə B, C, D, Y cavabları olmuş hadisələrdir. A isə yanlış ifadədir. 96-cı sual Şah İsmailə aid sualdır. Buraxılıb. Deməli, burada biz cavab burada D-dir. Azərbaycan torpaqlarının böyük bir hissəsini bəli birləşdirib. Təbriz kitabxanasını zənginləşdirib, amma inşa etməyib. Onu Həsən Padşah inşa edib. Sonra Qızılbaşlar Azərbaycanla mübarizə başlaması Şah İsmaildən əvvəl də Qızılbaşlar mübarizə aparırdı. Ağqoyunlardan Təbrizi alanda o hələ şah deyil idi. Oranı tutandan sonra şah oldu.
Avropa dövlətləri ilə geniş diplomatik əlaqə quran ilk hökmdar da deyil. Ondan əvvəl məsələn Həsən Padşah da qurub geniş əlaqələr, o da olmaz. Gəldik 97-ci suala. İlk açıq sualımız Şimali Azərbaycan Çar Rusiyasının hakimiyyəti altında olduğu dövr. Yəni Gülüstan müqaviləsindən sonraki dövrə baxmalıyıq. Azərbaycanın azadlıq üçün çalışan milli ziyalarımız yetişdirilməsi olub. Azərbaycan tarixinə aid ilk məlumatları təbii ki, Bakıxanov verə bilməz. Kürəkçay müqaviləsi imzalanmışdı, xeyr. O da müstəmləkə dövründən əvvəl olub. Mədəni həyatda əhəmiyyətli yenilər baş verib. Bəli, məsələn, milli mətbuatımız, milli teatrımız, kütləvi kitabxanalar açılıb. Bakı Sovet Azərbaycanda hakimiyyət ələ almışdı. Bu da zaten Çar hakimiyyəti devrildikdən sonra olub. Bu da olmaz. Cavab burada 1 və 4 olur. 98-ci sual xronoloji ardıcıllıq sualıdır. Deməli, Cümhuriyyətlə bağlı olan hadisələri ardıcıl düzmək lazımdır. Təbii ki, birinci növbədə biz Nazirlər Şurasını fəaliyyətə başlatmalıyıq. Cümhuriyyətimizin yaranması ilə Tiflisdə Nazirlər Şurası yaranır və Fətəli xan Xoyski onun sədri təyin edilir. Sonra Osmanlı ilə saziş imzalanır. Daha sonra Bakıda o dövrdə bizim əlimizdə deyil idi. Bakı azad olunmalıdır və o Bakı azad olunmalıdır ki, parlament Bakıda iclas keçirə bilsin. Ona görə də 1-3-2 olur. 99-cu sual çətin sualdır bu da. Deməli, xanlıqla bağlıdır, xanlıqlarla bağlıdır. Xəritədə verilmiş birinci növbədə tapmalıyıq bu. Bilməliyik ki, İrəvan xanlığının ərazisidir. İrəvan xanlığının ərazisidir. Və deyir ki, bu tapandan sonra bu İrəvan xanlığı olduğunu, Qarabağ xanlığından fərqini tapmalıyıq. Şərti diqqətli oxumaq lazımdır. Müqavili imzalayaraq Rusiyadan asılı qəbul etməsi xeyr. Tərsi olsaydı bəlkə Qarabağ xanlığından İrəvandan fərqidir. Nadir Şah imperiyasının dağılması nəticəsində yaranmaq hər ikisinə aiddir. Cahanşah tərəfindən üçkilsə ermənilərin məskunlaşdırılması bu zaten xanlıqlara aid deyil, 15-ci əsr hadisəsidir. Əfşarlar sülaləsi tərəfindən idarə olunurdu. Bəli, bilirik ki, Əfşarlar tayfası nümayəndəsi tərəfindən yaradılıb İrəvan xanlığı. Sonra hətta deyir, Qacarlar əlinə keçib. Borçalı sultanlığı ilə həmsərhəddir, bax göstərdiyim yerdə. Və 1-ci Rusiya-Qacar müharibəsi gedişində Rus qoşunlarını məğlub edib. 2 dəfə bilirsiniz ki, İrəvana hücum edib Ruslar, ikisində də məğlub olub geri çəkiliblər. Amma Qarabağda belə bir şey yoxdur. Ona görə də cavab 4, 5, 6 olur. Və nəhayət 100-cü sual, bu da maraqlı və çətin sualdır. Şirvanşahlar dövləti Axistan tərəfindən idarə edildiyi dövrdə, yəni 12-ci əsrdə Azərbaycanda nə baş verib, Mərkəzi Asiyada nə baş verib? Sərhədləri Dəzlə və Fərat çaylarına qədər uzanan dövlətin mövcud olması, bəli, burada söhbət Eldənizlərdən gedir. Deməli, xəritəyə baxmalıyıq biz. Eldənizlərin xəritəsini diqqətlə öyrənmişiksə, orada biz Dəclə və Fərat çayını görürük və görürük ki, elə həmən o Dəclə Fərat çayları zaten həmən körfəzə tökülür. Ona görə də diqqətlə baxsanız görəcəksiniz ki, bu Eldənizlərə aid ifadədir və eyni zamanda Qıpçaq əsillidir da Eldənizdə. Ona görə B-ni də götürməliyik. Monqol mənşəli dövlət hələ 13-cü əsrdə yaranacaq. Mərkəzi Asiyada Böyük Səlcuq dövləti bəli 12-ci əsrdə parçalanıb. Teymurlər hələ ki yoxdur, Şeybanilər də yoxdur. 12-ci əsrdə belə bir dövlətlərdən bəhs edə bilmərik. Ona görə 1 olur A, B, 2 olur A. Beləliklə bu dərsimizin də sonuna çatdıq. İnşallah növbəti sınaqlarda daha uğurlu nəticələr göstərməyinizi arzu edərək sağollaşıram. Sağ olun, salamat qalın.